İnsan hayatında daim o xoşbəxtlik deyilən bir şey var. O daim olmur. Xoşbəxt anlar olur. Amma mən elə deyirəm ki, ailə, gözəl övladlar olanda onlarla fəxr edirsən, bunun özü bir xoşbəxtlikdir. Ailə ilə bir süfrədə otururuq. Yəni xoşbəxtlik nə var dövlətə baxmır, nə villaya baxmır. Ki 40 otaqlı evin olsun, bilməyəsən ki, arvad hansı otaqda yatır, uşaq hansı otaqda yatır. Bütün günü otaqları gezəsən, mənasız, boş mənasız. Amma əsas xoşbəxtlik budur. Bir səmimi olmaq, bir yerdə mehriban günü keçirmək insan ömrünü uzadır. Əlbəttə ki, ən gözəl gün elə bugünkü gün oldu, xoşbəxt gün oldu. Bütün insanlara bir şey arzulayaq, niyyətləri gözəl olsun hər kəsin. Pis niyyətli adamlardan uzaq olaq, tam millətimiz uzaq olsun. İnşallah hamı istəyər, biz də istəyirik ki, əmin-amanlıq olsun, sirr olsun ki, gözəl ömrümüzü çox gözəl keçirək. İnsan həyatı budur, 5 gün var, bu gün var, sabah yox. Heç olmasa yarandın, ömrünün sonuna qədər çalış, iz qoy, tarixə düş. Düzdür, mən artıq düşmüşəm, ailə ilə bağlı yol, ümumiyyətlə başqa bir şeylə də bağlı. Üst-üstə gəldi, artıq düşmüşəm. Bu barədə danışacağıq birazdan mənim kollektivlə görüşəndə. O bir tarixi hadisədir ki, mən onu elədim. Şükür ki, onu elədim. Allah canınızı sağ eləsin. Çox sağ olun, hər biriniz sağ olun, Allah köməyiniz olsun. Əziyyət çəkənlər, hər biri sürücüyə qədər, hamınız sağ olun, var olun.